Gəncəğaz xəbər verir ki, Baku Book Center'da sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət telekanalının direktor müavini, şair, publisist Bəhruz Neftaliyevin Tanrıya Məktublar kitabının təqdimat mərasimi baş tutub. Bəhruz Neftaliyev təqdimat mərasimi ilə bağlı hisslərini ifadə edərkən qeyd edib ki, son 11 ildə yazılan şeirlərin toplusudur bu kitab. Mənə görə insanın duyğu və düşüncələri, duaları, qorxuları, sevgisi, cəsarəti, ümumiyyətlə bütün hissləri əslində Tanrıya ünvanlanan bir məktubdur. Biz bu hisslərlə varıq, biz bu duyğularla özümüzü ifadə edirik. Mən də çalışmışam ki, bu dünyada, bu həyatda gördüklərimi, sezdiklərimi, anladıklarımı və hiss etdiklərimi şeir, poeziya dili ilə oxucuya çatdırım. Düşünürəm ki, hər bir oxucu öz ruhuna, qəlbinə yaxın bir misra tapacaq və bir şairin də xoşbəxtliyi odur ki, hansısa bir şeir, hansısa bir misra ya ürəkdə yazılsın, ya da hansısa bir dəftərçədə. Yazıcının anası şöhrət ordenli əməkdar jurnalist Flora Xəlilzadə oğlunun kitab təqdimatı ilə bağlı sevincli və qürurlu olduğunu mənim üçün gözlənilməz oldu, amma mən bilirdim ki, o şeylə, sözlə nəfəs alır. Hələ orta məktəbdə oxuyanda onu hiss eləmişdim. Və bugün də onun şeirlərindən ibarət kitabının təqdimatıdır. Bir söz deyəcəm, o şair olmaq üçün şeir yazmır. O şair olduğu üçün şeir yazır və Böyük Məmməd Arazın ruhu şad olsun. Azərbaycan poeziyasının xan çinarı. O bizim nəslimizin fəxridir və o çinarın ətrafında da zərif çiçəklər, zərif ağaclar göyərməkdədir və mənə elə gəlir ki, Bəhruz uğur qazanacaq. Təqdimatda Milli Məclisin deputatları, Azərbaycan Mətbuat Şurasının sədri və idarə heyətinin üzvləri, həmçinin ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət nümayəndələri iştirak ediblər. Onlar əsrin mövzusunun aktuallığı və müəllifin özünəməxsus yazı tərzi barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda müəllif oxucular üçün kitabları imzalayıb və iştirakçılarla fikir mübadiləsi